Salam değerli izleyiciler. Hər birinizi xoş gördük. Sizlərlə belə bir suala baxaq. Sualda belə deyilir ki, Bəhlul anadan olanda Şəlalənin 4 yaşı vardı. Neçə ildən sonra Bəhlulun yaşının Şəlalənin yaşına nisbəti 7-5 olacaq. Belə yaş məsələlərində plan qurmaq lazımdır. Məsələn tutalım ki, söhbət Bəhlul və Şəlalədən gedir. Şəlalənin 4 yaşı var. Neçə ildən sonra Bəhlulun yaşının Şəlalənin yaşının nisbəti 7-5 olacaq. Bəhlul anadan olanda Şəlalənin 4 yaşı var. Yəni Bəhlulun yaşı yoxdur, Şəlalənin 4 yaşı var. X il keçir aradan. X il keçirsə Bəhlulun X yaşı olur. Şəlalə də X il böyüyür. Daha sonra deyir ki, Bəhlulun yaşının Şəlalənin yaşına nisbəti 7-5 olacaq. Bəhlulun yaşının Şəlalənin yaşına nisbəti bərabərdir 7-5. Çarpaz vururuq buradan. 7x bərabərdir 5 dəfə 4 20 plus 5x. X'ləri sola yığaq. 2x bərabərdir 20, x bərabərdir 10. Bizə nəyə soruşurdu? Neçə ildən sonra? 10 ildən sonra. Bu qədər. Sağ olun, salamat qalın.